Alqoritm qurma məsələlərinə baxırıq. 127-ci sualda deyir ki, girişə verilən iki müxtəlif ədədi müqayisə edib, böyük ədəddən kiçik ədədi çıxaraq çıxışa verən məsələnin həlli alqoritminin blok sxemini tərtib edin. Deməli, ilk əvvəl baxırıq. Alqoritm nə ilə başlayır? Başlanğıcla. Başlanğıc bilirik ki, ovalın içərisində yazılır. Həm başlanğıc, həm də son ovalın içərisində yazılır. Sonra bizə deyir ki, iki müxtəlif ədədi müqayisə edib. Deməli, daxil etməmizdə nə var? İki dənə müxtəlif ədəd var. Daxil etmə də paralelgram fiqurunun içərisində yazılır. İki müxtəlif ədəd daxil edirik. Biri A olsun, digər də B olsun. Sonra biz bu ədədləri müqayisə etməliyik. Müqayisə də bilirik ki, şərt blokunun içərisində yazılır. Şərt bloku da romb figurudur. Şərt blokunu çəkirik və yazırıq. A böyükdür B. Şərt blokunu da biz bilirik ki, iki dənə ox çıxır. Biri həy qolu olur, digəri isə yox qolu olur. Əgər A B-dən böyükdürsə, biz A-dan B-ni çıxmalıyıq. Əks halda isə B-dən A-nı çıxmalıyıq. Burada hansısa bir üçüncü dəyişəni mənimsədirik ki, C bərabərdir A çıxılsın B. Yəni, A B-dən böyüksə, həyə gələcək A-dan B-ni çıxacaq. Əks halda isə yoxa gələcək, yenə də C bərabərdir, B çıxılsın, A yazırıq. Bizim şərtimizdə bizə deyir, iki müxtəlif ədəddir, yəni bu ədədlər bir-birinə bərabər deyil. Ona görə biz iki dənə, belə deyək də, qol qoya bilərik. Artıq ikinci şərt blokuna ehtiyac yoxdur. Hesablama bitəndən sonra C dəyişəni çapa gedir, çap da həmçinin paralelgramın içərisindədir və alqoritm sonlanır. Alqoritmin son vəziyyəti bu formada olur. İndi keçək növbəti suala. 128-ci sual deyir ki, girişə verilən ədədin tək və ya cüt olub olmadığını müəyyən edən alqoritm blok sxemini qurun. Yenə də biz eyni qayda ilə başlanğıcla başlayırıq. Girişə verilən ədəd, yəni hər hansısa bir ədəd verilir. Biz o ədədi bilmirik. A, B, ürəyimiz istəyən bir dəyişəndən ifadə edirik. A ədədini daxil etdik. İndi bizə deyir ki, bu ədəd təkdir, yoxsa cütdür. Yenə də biz şərt blokundan istifadə edirik. Şərt blokunu da deməli, biz təklik cütlük şərtini yazmalıyıq. Biz də bilirik ki, bir ədədin tək cütlüyünü onu ikiyə bölüb qalığına əsasən müəyyən edirik. İkiyə bölürük. Əgər bir ədədi ikiyə böləndə qalığımız 0 alınırsa, deməli, bu ədədimiz bizim cütdür. Biz artıq burada cütü, təkliyini çapa verir idindən onu paralelgramın içərisində yazılır. Və paralelgramın içərisində söz olaraq yazırıqsa, biz onu mütləq şəkildə dırnağın içərisində yazırıq ki, ədədimiz cütdür. Əks halda isə, yəni A-nı 2-yə böləndə qalıq 0 alınmırsa, deməli qalığımız 1 alınır. Qalıq da 1 alınırsa, deməli həmin ədədimiz tək ədəddir. Yenə də tək sözünü dırnağın içərisində yazırıq və bunların hər ikisini sonda gətirib birləşdiririk. Növbəti sual. Girişə eni və uzunluğu daxil edilən düzbucaqlının sahəsini və perimetrini hesablayan alqoritm blok sxemini tərtib edin. Yenə də biz alqoritmi başlayırıq başlanğıcına. Sonra düzbucaqlının eni və uzunluğu daxil edilibsə, eni və uzunluğunu istədiyimiz bir dəyişən kimi daxil edirik. Yenə də biz bunu AB dəyişəni kimi daxil edək. Sonra düzbucaqlının sahəsi və perimetrini hesablamaq lazımdır. Əgər en və uzunluq bizə məlumdursa, sahəni biz necə hesablayırıq? S bərabərdir A vurulsun B düsturuna əsasən. Hesablamaların hər biri düzbucaqlının içərisində gedir. Yəni düzbucaqlı fiqurun içərisində olmalıdır. Biz burada A-nı B-yə vururuqsa, düzbucaqlının içərisində yazırıq. Sonra perimetrini də həmçinin hesablayırıqsa, onu da düzbucaqlının içərisində yazırıq. P də bərabərdir 2 vurulsun
A üstəgəl B. Həm sahəni, həm perimetrini hesablayandan sonra biz həm sahəni, yəni S-i, həm də P-ni çapa veririk. Həm daxil etmə, həm də çapımız paralelogramın içərisində getdi. Və son. Növbəti sual. Daxil edilən ixtiyari bir ədədin müsbət və ya mənfi olduğunu müəyyən edərək, müsbət və ya mənfi sözlərini çıxışa verən alqoritmin blok sxemini qurun. Əgər ədəd sıfıra bərabərdirsə, sıfıra bərabər olduğunu da çıxışa versin. İndi yenə də biz alqoritmimizi başlayırıq başlanğıcla. Bizə ixtiyari bir ədəd daxil etdik. İxtiyari bir ədədimizi yenə bir A ilə ifadə eləyək. Daxil etdiyimiz ədəd ya müsbətdir, yəni sıfırdan böyükdür, ya mənfidir, sıfırdan kiçikdir, ya da sıfıra bərabərdir. Yəni 3 haldan biridir. 3 haldan biridirsə, biz burada bilirik ki, 2 dənə şərt blokundan istifadə edirik. Yəni 2 dənə romb fiquru qurmalıyıq. Deməli, gəldik indi. İlk olaraq müsbət olduğu hala baxaq. Müsbət olduğu halda biz şərtimizi belə qoyuruq. Əgər A sıfırdan böyükdürsə, H-yə gələcək, çapa verəcək ki, müsbət. Yox olan halda, yəni əgər A sıfırdan böyük deyilsə, deməli ya A sıfırdan kiçikdir, ya da A sıfıra bərabərdir. Yenə biz yox qolunda artıq bizim 2 dənə şərtimiz qalırdı. Yenə də biz şərt blokundan istifadə edirik ki, əgər A sıfırdan böyük deyilsə, A sıfırdan kiçik ola bilər və yaxud bərabər ola bilər. A sıfırdan kiçikdirsə, onda H-yə gələcək və mənfi çapa gedəcək. A sıfırdan böyük deyilsə, A sıfırdan kiçik deyilsə, deməli bizim digər halımız A bərabərdir 0 qalır. Və A bərabərdir 0 halı üçün biz artıq burada şərt blokundan istifadə etməməliyik. Yəni bir ədəd ya sıfırdan böyükdür, ya sıfırdan kiçikdir, ya da sıfıra bərabərdir. İkisi üçün biz burada, yəni böyük 0 və kiçik 0 üçün biz burada şərt blokunu qururuqsa, deməli geridə qalan belə deyək də, çapımız sıfıra bərabərdir. Onu da burada çapa yazırıq ki, sıfıra bərabərdir. 0 yazaq elə, 0-dır yazaq. Və bunların hər üçü sonda gəlib birləşir.